Gel mənim qoşum, gəl. Gəl bir dənə əmilərə, xalalara bir dənə video çəkək. Hə? Bir dənə video çəkək və danışaq. Sən necə yaxşı ağıllı qızsan. Hər kəsə salamlar. İstəyirəm bu günləri bir video çəkəm. Bu yaxınlarda bir tutuquşu itmişdi Paşa adında və onun sahibi çox üzülmüşdü, çox kədərlənmişdi, çox pis hala düşmüşdü. Onun itkisini həzm eləyə bilmirdi və sonunda Allaha çox şükürlər olsun ki, öz tutuquşusuna qovuşdu, tapıldı Bayıl ərazisindən. Kimlər ki, iştirak ediblər onun tapılmasında, mən də öz adımdan hər kəsə təşəkkür edirəm. Çünki məndə də belə quş olduğuna görə çox gözəl onu başa düşürəm. Bir insan olaraq hər mənada, yəni mən istəyirəm buna bir dəstək videosu çəkeyim və o insanı qınayanları, onu lağa qoyanları biraz məzəmmət eləyim, bir balaca izah verim ki, yəni belə yanaşmaq düzgün yanaşma deyil. Bir insanı qınayasınız ki, bu tutuquşuya, bu quşa oğlum deyir, neyini, nə olsun mən də buna qızım deyirəm. Yəni məsələ o deyil. İnsan bir evində heyvan saxlayanda onu əzizləyir, onu ilə şirin davranır. Bu normal bir şeydir, bu insani xasiyyətdir. Mən indi fərqli aspektlərdən, fərqli prizmalardan yanaşmaq istəyirəm bu məsələyə. Ən azından başlayaq ondan ki, bu tutuquşuların qiyməti Azərbaycanda 3000-5000 arası, AZN arası qiyməti dəyişir. Yəni bunlar elə ucuzlu quşlar deyillər. Yəni ən azından bu prizmadan yanaşım birinci. Bir insan cibindən 1 manat itirsə və yaxud daha az itirsə, ona o qədər təsir etməz. Düzdür, insan hər zaman nəsə itirəndə ona biraz pis təsir eləyir. Amma düşünün ki, siz 1000 manat və yaxud 3000-5000 manat itirsiniz, onda görüm siz narahat olacaqsınız ya yox. Bu ən azından maddi tərəfindən yanaşıram mən. İndi keçirəm digər tərəfinə ki, bu hələ belə sıradan bir quş deyil. Bu balaca papuqay deyil, bu xamyak deyil, bu krolik deyil. Yəni bu istənilən halda bütün tutuquşların deyərim ən maraqlısıdır. Həm ən maraqlısıdır, həm də ki, bunlar insandan biraz belə gülməli də çıxsa, demək olar fərqlənmirlər. Düşüncə tərzinə görə, özünü aparmağına görə, davranışına görə, hər bir şeylə görə. Yəni, bunlar çox maraqlı tutuquşlardır. Bundan başlayayım ki, bunların yaşama tərzi, belə deyim, 60-80 il arası bunlar həyat yaşayırlar. Yəni, bir insan ömrü qədər ömür yaşayabilirlər. Digər papuqayların heç biri bu qədər yaşamır. Bir dənə Amazon var ki, o 50 il civarında yaşayabilir. Qalanları, hətta kakadu olan məşhur ağ papuqaylar var, hamınız bilirsiniz. Robinson'un kinosunda olan papuqay, o belə 25 ildən o yana yaşamır. O balaca papuqaylar ümumiyyətlə 10-15 il arası yaşayırlar. Yəni razılaşarsınız ki, bir insan evdə saxladığı heyvanı öyrəşir, bağlanır. Sonra günlərin bir günü o heyvan olmayanda o üzülür. Üzülür, o depresiya düşür, heyvanın itkisinə, quşun itkisinə, bunu biraz ağır keçirilir. Ona görə mən də bu şeyləri uşaqlıqdan çoxlu fərqli papuqaylarım olub, fərqli it, pişik, yəni həmişə heyvanata marağım olduğuna görə bu depresiyaları ara-sıra yaşayırdım deyən, sonra qərar verdim ki, daha heyvan saxlamayacağım. İnsan öyrəşir, bağlanır, sonra bu heyvanı itirəndə, bu quşu itirəndə adam bunu həzm eləyə bilmir, ağır keçir. Çünki bir heyvana öyrəşirsən, hər gün görürsən, hər gün oynan danışırsan, oynayırsan, vaxt keçirirsən, sonra birdən-birə bu yoxdur. Sonra qərar verdim Jakonu almağa. Aldım da, özdə bizim bununla tanışdığımız çox maraqlı oldu. Mən getdim bazarda bunu gördüm, baxdım buna, bu mənə baxdı, bir də qayıtdı, əlini qaldırdı, belə dedi. Salam. Onunla da mənim ürəyimi fəth elədi. Mən dedim ki, bu kokoş bizim evdə olmalıdır. Hə, kokoş? Ona görə, yəni bunlar çox maraqlı quşlardır. Bunlar 1500-ə qədər söz öyrənə bilirlər, bunlar şeir öyrənə bilirlər, bunlar mahnılar əzbərləyə bilirlər, bunlar hər səsi bilə-bir kopya eləyirlər. Yəni, sən fərqini bilə bilməzsən ki, bu quş idi, yoxsa hansısa səsi hardansa eşitdir. Misal üçün, telefona zəng gəlir, sən telefonu əlimə götürmədən bu alo deyir. Misal üçün, suyu açırsan, suyun səsini çıxardır, qapını açırsan, qapının cırıltısını çıxardır. Yəni, o qədər bunlar zəkalıdırlar, ağıllıdırlar və kopyalaya bilirlər.
Bunların yeməyinə gələndə bunlar insan kimi hər şey yeyə bilirlər. Düyüsündən tutmuş, qarabaşağından tutmuş, vermişil makaronundan tutmuş, bulgurundan tutmuş, kartof qızartmasından tutmuş, meyvə, tərəvəz bunların bütün növlərindən yeyib istifadə edirlər. Marojna yeyirsən, sənin oturub marojna yeyəcək, nə bilim, qaymaq yeyir, pendir yeyir, qatıq yeyir, hər bir şey düşünə bildiyimiz hər şey, qarpuzundan tutmuş yemişinə qədər hər şey yeyir. Yəni bunlar çox maraqlı quşlardılar. Digər heç bir heyvanlar, quşlar bu cür, yəni eyni zamanda həm o deyir travayadlı olmaq, həm mesayadlı olmaq, ət belə yeyə bilirlər bunlar. Ot belə yeyə bilirlər bunlar. Bunlar hər şey yeyirlər. İnsan necə hər şey yeyir, bunlar da belə. Yəni anladığımız kimi çox maraqlı quşlardır. Uzun ömürlüdürlər, maraqlıdırlar, insanla da çox yaxşı davranırlar. İnsanla ailədə çox maraqlıdırlar bunlar. Ona görə bir insanı qınamaqdansa anlamağa çalışın. Çünki bunun üçün bir itki baş verib, bu ona könüldən bağlanıb, onun üçün əziz bir quşdur, övladı da yoxdursa, onu da özü anlayışını verdi, Allah köməyi olsun. Yəni mən onu çox gözəl başa düşürəm və bu videonu çəkməkdə ona dəstək məqsədi ilə çəkmişəm ki, çalışın belə şeylərdə qınamaqdansa anlamağa çalışın, insanın halını başa düşməyə çalışın ki, belə şeylər yaxşı deyil. Allah köməyimiz olsun hər birimizin, hər kəsə evdə. Bax, belə şirinliyi arzulayıram. Ruçku, davay. Davay. Davay, na место. Давай. Молодец. Красавица.